Hər vaxtınız xeyir dostlar. Bu videoda Samsung Galaxy A15 telefon haqqında incələmə videosu çəkirik və başlayaq. Dostlar, əgər bu telefon haqqında almaq fikriniz varsa və yaxud da məlumat almaq istəyirsinizsə, elə doğru ünvandasınız və dizaynla başlayaq dostlar. Telefonun dizaynı mənim xoşuma gəlir. Nəyə görə? Çünki arxa tərəfdən işıq verdikcə bu telefonun müəyyən dərəcədə naxışları əmələ gəlir. Bu da mənim xoşuma gəlir. Samsung bu işi yaxşı bacarır. Təbii ki də bu telefon plastikdən istifadə olunaraq istehsal olunub, çünki bu giriş və orta sinif bir telefondur və qalın çərçivələri görmək olur və damla şəklində kamerası var. Üçlü arxa kamerası isə daha gözəl görünür. Tutuş hissiyatını artırmaq üçün isə kənarlarını çıxıntılı edib Samsung və böyrdə də, yəni yan hissəsində, telefonun sağ yan hissəsində bir ədəd barmaq izi sensoru və səs azaldılıb çoxaltma düyməsi mövcuddur. Ön tərəfdən isə AMOLED ekranı görmək mümkündür. Dostlar, telefonun çıxış tarixi 2023 dekabrın 11-dir və dekabrın 16-sında zətdə belə dünya bazarlarına çıxmışdır və telefonun çəkisi 200 qram təşkil edirdi. 4G dəstəkləyən telefonumuz Super AMOLED 90 Hz 1080 2340, yəni Full HD Plus 396 ppi-lıq yaxşı bir ekranla gəlmişdi. Bu ekran yaxşı ekrandır həqiqətən dostlar və Android 14 və Android 16-ya qədər dəstəyi var idi. Helio G99 Ultra 6 nanometr prosesoru mövcud idi və yenə də həminki qaydada nüvələri mövcud idi. AMOLED G57 MC2 orta sinif bir performans verir bu prosesor. Pis deyil həqiqətən. A15 kimi telefonlarda da bunun olmağının səbəbi bu prosesorun ucuz başa gəlib orta sinif telefonlarına, yəni orta və giriş səviyyəsi telefonlarına qoya bilməsi idi. 50 megapiksellik kameramız var dostlar. Bu kamera f1.8 gecə vaxtı yaxşı şəkil çəkə bilir və bir ədəd ultra geniş bucaqlı 5 megapiksellik kameramız var. Bu da daha geniş videolar çəkmək üçün, ya da şəkillər çəkmək üçün daha geniş bucaqdakı şəkilləri. Bəlkə də yaxın çəkiliklər üçün makro kamera mövcuddur. Ön kameramız 13 megapikselli f2.0 diafraqmalı 1080p 30 fps video çəkə bilən kamerada, həmçinin arxa kamera 1080p 30 fps video çəkir. Qalonkamız təkdir dostlar və qulaqçək girişimiz də var. NFC-miz var bu telefonda. Bluetooth-un 5.3 versiyası gəlmişdi və barmaq izi dediyim kimi telefonun yan hissəsində yerləşdirilib və kompası da dəstəkləyirdi. Bu telefon 5000 mAh bateriyamız və 25 Watt-lıq zaryadkamız var, ancaq qutudan zaryadka aparatı çıxmır. Bunu da mən sizə deyim. Əgər almaq istəyirsinizsə, hal-hazırda həqiqətən, yəni ikinci el olaraq bu telefonu almaq həqiqətən yaxşıdır. Antutu xalımız 316 min xaldır. Yəni pis deyil həqiqətən. Telefon həqiqətən hal-hazırda da istifadə oluna bilər. Dostlar, telefondan bu qədər. Mənim hal-hazırki rəyim nədir? Təbii ki də indiki dövrdə siz əgər ikinci el tapmısınızsa bu telefonu alın. Yəni həqiqətən pis telefon deyil. Yəni haqqını verən bir telefondur. Yəni ikinci el baxımından. Günlük istifadəyə də polnu bəsdir bu. Dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Gələn videoda görüşərik.